Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Mayın 17-sində nəhayət ki, hava açıldı. Bugün arıların bayramıdır. Qışda örtüyə qoymuşduq arı yeşiklərin. Mart ayının əvvəllərindən çıxarıb düzmüşük həyətə. 2 aydan artıqdır, belə şıdırğı oynağa çıxmamışdılar. Bir neçəsinin qapağını qaldırdım, baxdım. Çox zəifdir arılar. Yazda təbiətdə bir şey olmadı. Ona görə də bala artımı zəif getdi. Hələ buna da şükür ki, salamatdılar. Belə havada arı da qırılar. Dünən axşam tərəf azacıq da olsa bal qoxusu gəlirdi. Onu biz arıçılar şəhətdə yaşayanlar bilərlər. Xüsusi hər bitkidən gətirdikləri aromatlı nektarları neyin hiss edirsən? Adamı məst edir. Çox iştək həşəratdır. Birimizə gün yaxşı hava olsun. Hələ təbiətdə çiçəklərin çoxu açmayıb. Bəziləri də heç açmayacaq. İl quraq keçdi. Keçən bu vaxt 50 dənə beçə tutmuşdum. Cəviz ağacının qanatlarında 15-i qondu. Boyumuz çatmağa tutmağa uçdular, getdilər. Bizim arılar elə zəiflədi. O beçələrdir ki, ayrılırlar yeşikdən. Nə bizə xeyri olur, nə də bir kimsəyə. Uçub gedirlər çöldə, bayırda kimin rastına çıxırsa tuta bilir. Bir adama da demək olmuş, gəl hündür yerdəki beçəni tut apar. Çox təhlükəlidir. Düşər, başına bir hadisə gələr. Ondan sonra oldun qanlı. Beçəni tutub aparıb, onu artırıb 50-100 eləyib, yaxud balın götürəndə heç kim heç nə deməz, sağ ol deməz. Ancaq bir hadisə baş versə, onda söz-söhbətin qarşısını almaq olmaz. Çiçək tozu ilə gəlirlər. Çiçək tozu yığmaq üçün havadanlıq var. Ondan bağlasan yığmaq olar. Bu aralarda can da yoxdur ki, məni saçsınlar. Baxsa geyinməmişəm başıma. Ya məni iyimdən tanıyırlar, ya da ki, çox sakitləşmir. Bəzən eyni sort 2 arı da yan-yan olur. Bir arı ailəsi it kimi adamı görən kimi cumur üstünə digəri sakit işləyir. O şit arı da yaxşı bal toplayır deyirlər. Nəmişlikdən bəzi arılardan kif qoxusu gəlir. Görmək lazımdır ki, başqa hazır yeşiklərə köçüdür. Bunları aparıb qurudub, təzədən odunla, payanlı lampanla kəsən ki, kiflər ölər. Xəstəlik yaradır. Kiflərin özü ilə bir xəstəlikdir. Görüyüm, işləyir, hələ tüstüsü də qutarmayıb. Arıların iynə deyilən silahı var. Bizim də silahımız budur ki, qorxuduruq. Bu il arı xəstəliklərinə qarşı ilə profilaktik tədbir görməmişik. Arıların da çoxlu xəstəliyi var. Varroa çox ziyan verir. Varroa səz deyilir, askisferozdur, nə bilim, streptokokdur. Amerika, Avropa çürüməsidir, kisəli çürümə. Yeni bir gənə növüzə gəlib Azərbaycana.
Bəlkə də ona qarşı tədbir görməmişik. Arılar çox qırılıb qışda. Tək bizimki yox. Ordubad rayon ərazisində elə kimdən soruşursan, deyir vəziyyət yaxşı deyil. 100 arısı olanın 20'si qalıb. Tək-tək bir neçəsi qalanlar da var. Şükür ki, hələ bizim xeyli varımız var idi. 206 arı eşiği var idi. 5-6 il elə o sayda saxladım. Ancaq 250-300'ə qədər çıxdığı da olub. Çoxuna baxmaq da olur. Bir də ki, arıçılıq üçün bizdə əlverişli şəraiti olmur. 3 ildən, 5 ildən, 10 ildən bir yaxşı il gəlir. Onda da arın olmur. Arı qırılır. 3 arı olandan sonra neynirəm mən? Təbiət büsbütün bal olsun. 200 arı olanda yaxşı gəlsəydi, hər arıdan 5 kilo götürsən 1 ton. 5'dən götürəndə 15'i də özündə qalır. 4 ton. İstəsən arı ailəsinin hamısını məhv elə. Bir ilin balını əgər müştərin varsa sat, köşəyə dön. Sağ olun, hörmətli izləyicilər. Bugün may ayının 7'sində TV kənd şəhidi Ramin qardaşımızın hanım günüdür, onun doğum günüdür. 4'də tədbir olacaq bu videodan sonra. Ora gedəcək. Ramin Əliyev 1998-ci ilin iyulunda şəhid olub, gəlməyinə 1-2 gün qalmışdı. Allah rəhmət eləsin. Növbəti videolarda görüşək.